La ilahe illallah kəlməsi nə qədər əzəmətli bir kəlmədir. Bu barədə çox əzəmətli bir hədis var. Musa Peyğəmbər bir dəfə deyir ki, ey Rəbbim, mənə elə bir kəlmə öyrət ki, onu heç kim deməyib. Yəni, çox əzəmətli bir şey istəyir Allah'tan ki, heç kimin bilmədiyi bir şey. Peyğəmbər, Allah Subhanahu Taala görür ki, Musa Peyğəmbər bundan ən üstün bir şey istəyir. Və ona nə deyir? Deyir ki, ey Musa, de ki, la ilahe illallah. Deyir ki, ey Rəbbim, bunu bütün keçmişdə olanlar deyiblər. Yəni, bütün Peyğəmbərlər, salihlər bu kəlməni deyiblər. Deyir ki, ey Musa, əgər o kəlmə tərəzinin bir gözünə, dünya və onun içindəkilər tərəzinin digər gözünə qoyulsaydı, o kəlmə ağır gələrdi. İtaqa hədisində bir qardaşdır. Bir insanı gətirəcəklər qiyamət günü və onun günahlarından ibarət olan əməl dəftərlərini qoyacaqlar. Əməl dəftərlərinin böyüklüyü gözün görəcəyi məsafə qədər uzunluqda olacaqdır. Yəni, üfüqü baxırsan, üfüqü görürsən, məsələn, günəşin batan yerin gözünə qədər görə bilirsən. O qədər bu adamın əməl dəftərləri olacaq. Və adam da ümidsiz şəkildə gözləyir ki, əzab olunacağın. Və bu zaman ona deyirlər ki, sənin başqa hər hansı bir salih əməlin var? Deyir ki, xeyr, heç bir salih əməlim yoxdur. Və ona o zaman mələklər deyir ki, yox, bizdə sənə aid bir şey var. O zaman həmin o kağız parçası çıxardacaqlar bir dənə. Ona görə o hədisin adı bitaqa hədisi gedir. Bitaqa ərəb dilində kağız parçası, kartiska, bu kimi mənalar verir. Bir həmin o kağız parçasını çıxardacaqlar və üzərinə yazılıb la ilahe illallah. Və bütün o gözdən görüləcək qədər məsafədə olan günah dəftərlərini qoyacaqlar tərəzinin bir gözünə və la ilahe illallah yazılan vərəqi tərəzinin digər gözünə və ağır gələcək. Bəzi rivayətlərdə gəlir ki, o kitabları uçurdacaq göyə. Subhanallah, təsəvvür la ilahe illallah nə qədər əzəmətli bir kəlmədir, nə qədər ağır bir kəlmədir. Yəni, la ilahe illallah insanın bütün keçmiş günahlarını bağışlayır. İnsanı əbədiyyən cəhənnəm odunda yanmaqdan qoruyur. Əgər insan la ilahe illallah əhlidirsə, yəni Allaha şəhadət gətirir və ona heç bir şey şərik qoşmursa, onun nə qədər əskilikləri, naqislikləri olsa başqa insanlardan milyon dəfə üstündür. Müşriklərdən milyard da, onun çoraqla dırnağı, saçının tükü müşriklərin başından, gözündən qiymətlidir. Çünki Allah Taala ona qiyməti dəyəri verib. Və ona görə də Allah Taala əgər bir insana bu kəlməni deməyi əmr eləyirsə və bu kəlməni dedikdən sonra ona nə qədər böyük şeyləri vəd verirsə, insan üzərinə düşən yalnız və yalnız boyun əyməkdir. Və bu da həmçində ağıl sahiblərinin seçimidir. Yəni, azacıq da olsa ağlı olan insan bunu seçər. Çünki tək olan Allahı razı salmaq, çox olan bütləri, məbudları razı salmaqdan daha asandır. Tək olan Allahı tapıb ona ibadət eləmək, o Allah ki, gecənin qaranlığında, qara daşın üzərində, qara qarışqanın, ayaq səslərini eşidir və onun addım izlərini görür. O Allahı tapıb ona ibadət eləmək çox asan bir şeydir. Gecənin bir yarısı insanın oyanıb, evinin bir güşəsinə çəkilib, pıçıldayaraq dua eləməsi bəs eləyir Allaha müraciət olaraq, Allaha ibadət olaraq və onun rizasını qazanmaq üçün. Amma gör müşriklər neyini gedib dağda dərədə ilah axtarırlar, dağda dərədə məbud axtarırlar. Və deyir, bizim nə özümüz var ki, biz gedək Allaha birbaşa yaxınlaşaq. Biz Allaha gələk çelit gedək, təbir icazə etsin. Yəni, kimlərinsə qapısı ilə gedib. Bu yolu kim göndərib? Bu yolu kim qoyub? Hansı kitabda var? Hansı hədisdə var? Harada nazil olub? Yox, sadəcə ata-babalarımızı belə görmüşük. Və s. başqa heç bir dəlilləri yoxdur. Ona görə insan ağıl sahibinin üzərinə düşəndir ki, bu kəlməni gerçəkləşdirsin. Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur. İbadət deyildikdə nəzərdə tutulan, Allahı razı salan, Allahın sevib bəyəndiyi, yəni Quran və sünnədə varid olan əməllərdir. Gör, nə qədər əməlləri var? Qurban olsun, nəzir olsun, oruc olsun, sədəqə olsun, zəkat olsun, həcc olsun, ümrə olsun, qəlb əməllər olsun, qorxmaq olsun, sevgi olsun, sığınmaq olsun, əyilmək olsun, xuşu olsun, mütülük olsun. Bunlar hamısı nədir? Sırf Allah üçün olmaz. Niyə görə? Çünki bunlar hamısı ibadətdir. İbadət məfhumunun içinə girir. İbadəti də haqq eləyən kimdir? Allah Taala. La ilahe illallah nədir? Allahdan başqa məbud yoxdur. Bəziləri elə başa düşürlər ki, la ilahe illallah Allahdan başqa Allah yoxdur deməkdir. Bu ən böyük yanlışlıqdır. Bu günləri İslam aləmində ən böyük cahillik bu kəlməni anlamamaqdır. Bu kəlmənin əksini bilməkdir. Bugün adam var, özünə filosof deyir, özünə doktor deyir, özünə alim deyir, mühəndis deyir. Lakin bu kəlmə barədə soruşanda özünə də müsəlman deyir ondan yanaşı. Soruşursan, la ilahe illallah nədir? Deyir ki, Allahdan başqa Allah yoxdur. Deyirsən, la ilahe illallah Allahdan başqa Allah yoxdur deməkdirsə, Məkkə müşrikləri də deyirlər Allahdan başqa Allah yoxdur. Allah da onlar barədə buyurur ki, وَلَا إِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضِ لَيَقُولُنَّ اللَّهُ. Əgər onlardan soruşsan ki, göyləri və yeri kim yaratmışdır? Sözsüz Allahdır deyə cavab verəcəklər. فَأَنَّا يُؤْفَقُونَ. Elə isə necə üz döndərirlər?
Yəni elə isə necə nankorluq eləyirlər ki, Allahın yaradıcı olması, göyləri, yeri yaratmasını bilirlər də, lakin ibadəti niyə görə tək olana eləmirlər, onun başqalar şəriklərini eləyirlər? Yəni özlərindən Allaha şəriklər qoşub ona ibadət eləyirlər. Allahın şəriki var bəyəm. Allahın mülkündə, Allahın uluhiyyətində, rububiyyətində, gözəl adlarında və sifətlərində Allahın heç bir şəriki yoxdur. Və onun heç bir oxşarı bənzəri yoxdur. Allahın heç bir şeyə ehtiyacı yoxdur. Allah da təkdir, əhəddir, saməddir, ləm yəlid və ləm yulad. Doğmayıb, doğulmayıb. وَإِذَا سَأَلَكَ عِبَادِ عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ. Qullarım məni səndən soruşurlar, mən onlara yaxınam. Onlar məndən istəsinlər, mən də onların istədiklərini verim. Quran-ı Kərimdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Allahdan neçə şeyləri soruşur ki, onun müqabilində ayələr nazil olur. Ənfal barədə soruşurlar, heyz barədə soruşurlar, yetim malı barədə soruşurlar. Hamısında Allah Teala deyir ki, qullarım səndən filan şey soruşurlar de, filan şey soruşurlar der. Bir dənə Allahın özünü soruşanda səhabələr deyir ki, ey Allah Rasulü, Allah Teala bizə yaxındırmı, onu pıçıllayaraq çağıraq, uzaqdırmı, səslə çağıraq. Və deyir ki, Allah Teala qullarım məni səndən soruşurlar. Peyğəmbər sallallahu aleyhi ve selləmi çəkirib kənara və birbaşa özü girir qulları ilə təmasa. Bir dənə yeganə oradadır ki, demir, de. Çünki artıq ehtiyac yoxdur. Qullarla Allah arasında vəsiliyə, vasitəyə ehtiyac yoxdur. İlla ki, Allahın qoyduğu bəzi vəsilələrdir ki, təqvadır, imandır, salih əməllərdir, Allahın gözəl adlarına çağırmaqdır və o başqa. Amma başqa insanı götürmək ki, Allaha bizi tanıtdırsın, Allah üçün bizi çağırsın, belə şey yox. Hətta orada sualda belə, baxmayaraq deyə bilərdi, icazəlidir. Deyər ki, de ki, mən onlara yaxınam. Anlatmaq üçün ki, yəni hər kəs anlasın ki, Allahla qul arasında vasitəyə ehtiyac yoxdur. Hətta Peyğəmbər belə sallallahu aleyhi ve sellem o zaman ki, sağ idi, vəhy ona gəlib gedirdi. Allahla qullar arasında çatdıran, qorxudan müjdələyən o idi. Onunla belə demədi, de. Dedi ki, qullarım, məni səndən soruşurlar, həqiqətən mən onlara yaxınam. Məndən istəsinlər, dua etsinlər, mən də onların dualarına cavab verim. Bu Allahı axtarıb, onu tapıb ibadət eləmək asandır. Yoxsa gedib dağda, dərədə ilahlar axtarmaq. Babalar, nənələr, ocaqlar, pirlər, seyidlər, şıxlar axtarmaq daha asandır. Ona görə ağız sahibi olan insan bu kəlməni deyə və onu həyatında gerçəkləşdirər və bu kəlmə üzərində ölər və cənnətə girər. Çünki bu Allah və Rasulunun vədidir. Adam var lakin deyir ki, mən Əbəlfəzi çağırıram. Mən çağırmıram Allah. Əbəlfəzi çağır da yaxşı. Çağır. Bəs yaxşı, Əbəlfəz kimi çağırırdı? Əli, Həsən, Hüseyin kimi çağırırdı. Ocaqlar, övliyalar, pirlər, şıxlar, hansı ki, böyük kəramət sahibləri olanlar olub həqiqətən də. Bugün onları ilahiləşdirirlər. Onlar kimi çağırırlar sağlıqlarında? Allah'a, düzdürmü? Onların ki, başqa Əbəlfəzi, Həsəni, Hüseyni, Əlisi yox idi, Allah onların hamısına razı olsun. Düzdürmü? Biz sən də Allah'ı çağır da. Onlar o məqama, o la ilahe illallah'a görə yüksəliblər. La ilahe illallah həyatlarda gerçəkləşdirməklərindən dolayı. Biz sənə nə olur ki, sən o başqa ilahlar, köməkçilər axtarırsan? Allah Teala ikisindən Quran-ı Kərimdə Yunus surəsində, Zumər surəsində bu kimi vasitəsini kəsinliklə qadağan eləyir, inkar eləyir. Bu yola gedənləri Allah Teala iftiraçı adlandırır, yalancı adlandırır, kəzzəb adlandırır, kafir adlandırır. Və deyir, onlar deyir, Allaha yerlərdə və göydə olmayan şeyi mi öyrədirlər? Allahın bilmədiyi bir şeyi mi onlara öyrədirlər? Belə bir şey varsa Allah Teala bilərdi, bunu nazil eləyərdi. Və eləməyibsə, demək, bunlar elə şey bilirlər ki, Allah Teala onu bilmir. Şirk əhli. Və ona görə insan gərək göz açıq olsun, hər şeyi qoysun kənara, təəssüb keçdiyi, adəti, kör təqlidi və açsın Allahın kitabını. Heç nə demirəm. Nə hədiyə qulaq açsın, nə məşədiyə. Açsın Allahın kitabını və görsün Allah ondan nə istəyir. Və baxacaq ki, Quran-ı Kərim başdan başa yalnız Allah Taala'nın ayətləridir və həmin ayətlər də bizləri tək olan Allah'a ibadətə çağırır və ona şərik qoşmaqdan həzər edir. Və Uca Allah'tan istəyirəm ki, bizlərin bəsirətli gözümüzü açsın və bizlərə haqqı haqqı olaraq göstərib haqqa tabi etsin və batili batil olaraq göstərib batildən uzaq tutsun və ən doğrusunu Allah bilir. Və əxiru dəvanə enilhamdülillahi rabbil alemin və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin.